Əvvəla onu qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlarda Ukrayna ilə ABŞ arasında olan danışıqlar təbii ki, Trampın təklif elədiyi 28 bəndlik sülh sazişinin müddəalarının müzakirə edilməsinə yönəlmişdi. Mətbuatdan verilən məlumatlara görə bu 28 bəndlik razılaşma 19 bəndə endirilib və təbii ki, burada Ukraynanın özünün də təklifləri nəzərə alınıb. Hansı ki, bu təkliflər bir müddət əvvəl Avropa Birliyi ilə Ukrayna arasında razılaşdırılmış bir sənəd kimi ortaya çıxmışdı və həmin sənədlərdən götürülən müəyyən bəndlərin burada yer aldığını qeyd etmək olar. Çox güman ki, Rusiya daha az ərazi güzəşdi, atom elektrik stansiyası ilə bağlı məsələlər, Ukrayna ordusunun limit qoyulması məsələsi, Avropa Birliyi bunu bildiyiniz kimi 800 min civarında olmasıyla bağlı təkliflər irəli sürür. Birləşmiş Ştatların təklifində isə bu 600 minə çatdırılması hədəflənirdi. Bütün bunlar yəqin ki, Birləşmiş Ştatlar və Ukrayna arasındakı danışıqlarda razılaşdırılıb. Həmin razılaşmanı Vitkov sabah Kremlə gələrək Putinə təqdim edəcək. Avropa Birliyinin özünün iddiası isə bir qədər məntiqi deyil. Yəni o baxımdan ki, Avropa Birliyinin ilkin açıqlamalara görə təqdim etdiyi 24 bəndlik müddəa bu razılaşmada yer alır. Amma nə dərəcədə yer aldığıyla bağlı təbii ki, bir fikir yoxdur. Ola bilsin ki, bütün müddəalar yer almayıb və bu da təbiidir. İkinci bir tərəfdən artıq bu müharibənin dayandırılmasına biz təkcə atəşkəsin əldə olunması üçün bütün cəhdlərin realizləşdirilməsi meyarı kimi baxa bilmirik. Artıq burada vasitəçilərin özlərinin də maraqlarının rol oynadığı qeyd olunur. Biz həm Birləşmiş Ştatların təklif etdiyi planda, eyni zamanda Avropa Birliyinin irəli sürdüyü fikirlərdə Avropa Birliyinin və Birləşmiş Ştatların maraqlarının olduğunu da müşahidə edirik. Məsələn, bununla bağlı bir faktı qeyd edə bilərik. Birləşmiş Ştatlar Ukraynanın yenidən qurulmasına Rusiyanın doldurulmuş 300 milyard vəsaitindən 100 milyardının xərclənməsini və bunun Birləşmiş Ştatların nəzarəti altında həyata keçirilməsini təklif edir. Avropa Birliyi isə burada Birləşmiş Ştatların nəzarətini bir kənara qoyur. Atom elektrik stansiyasının Birləşmiş Ştatların rəhbərliyi ilə Rusiya və Ukraynanın birgə istismarı məsələsini qoysa da Avropa Birliyi bunu da inkar edirdi və bütün bunlar onu göstərir ki, Ukrayna münaqişəsi artıq təkcə müharibənin dayandırılmasına hesablanmayıb. Eyni zamanda müharibədən sonraki dönəmdə Ukrayna ərazisinə Rusiya ilə bərabər hansı tərəf daha çox nəzarət edəcək. Və faktiki olaraq bugünkü irəli sürülən təkliflər Ukraynanın bölünməsinə yönəlir. Avropa Birliyi... Səlim bəy, digər tərəfdən Zelenski deyir ki, çətin məsələlər, amma müzakirə ediləsi məsələlərdir. Yəni, görünür ki, Ukrayna tərəfindən razılıqla bağlı ən azından bir iş var. Yəni, Ukrayna tərəfi müzakirələrin davam etməsini istəyir, bunun üzərində işlənilməsini istəyir. Amma Rusiya tərəfi isə hələ ki, onların əlinə bu dəyişdirilmiş plan çatmamışdı. Amma konkret mesajlar ötürürdülər ki, əgər dəyişdirilərsə, o zaman vəziyyət başqa olacaq deyə. Qeyd etmək lazımdır ki, Ukraynanın çox təəssüf ki, münaqişənin bir tərəf olmasına baxmayaraq fikirləri demək olar ki, nəzərə alınmır. Bu faktı qəbul etmək lazımdır. Zelenski əvvəlcədən bildirib ki, irəli sürülən şərtlər Ukrayna üçün həddən artıq ağırdır və təbii ki, bir tərəf bir ekspert olaraq qiymətləndirəndə də biz Ukraynanın parçalanması faktını görürük və bu da qəbul edilməzdir. Müstəqil bir ölkə tərəflər arasında bölünür. Amma bununla belə Zelenskiyə çox böyük təzyiqlər var və Avropa Birliyinin heç də Zelenskinin yanında olmadığını görmək də mümkündür. Ona görə ki, müharibənin indiki gedişində Zelenskiyə qarşı korrupsiya ittihamları məhz elə Avropa tərəfindən irəli sürülür. Zelenskinin Macronla görüşündə bu fikirlər ilk dəfə mediaya sızdırılıb və Zelenski və onun komandasının
çox ciddi korrupsiya əməlləri törətdiyi bildirilib. Bir paylaşım edilib. Onunla bağlı da xəbəri təqdim etmək istəyirəm ki, Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff, Təhlükəsizlik Şurasının katibi Rustem Umerov, Britaniya baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Macronla Floridada danışıqların nəticələrini müzakirə ediblər. Bir daha qeyd edilib, bu barədə Zelenski Telegramda bildirib. Tərəflər detalları görüş zamanı müzakirə etmək qərarına gəliblər. O qeyd edib ki, komandalar gələcək mümkün əlaqələr üçün cədvəlləri razılaşdıracaqlar. Vaxtımız çox azdır. Bir dəqiqədən biraz çox vaxtımız var. İstəyirəm ki, bu yenidən müzakirə ilə bağlı da danışaq. Nəyin üzərində detalları müzakirə etmiş ola bilərlər? Yəni, Ukrayna güzəştlərə hazırdırmı? Onu mu danışırlar? Nə olmuş ola bilər? Nədən irəli gələrək yenidən müzakirəyə ehtiyac duydu tərəflər? Artıq açıq şəkildə görsənir ki, Zelenskiyə çox ciddi baskı var. Bu baskı həm Avropa Birliyi, həm də Birləşmiş Ştatlar tərəfindən həyata keçirilir və Zelenskiyə şərtlər qəbul etdirilməyə çalışır. Və siz oxuduğunuz xəbərdə də açıq şəkildə Zelenski deyir ki, biz cədvəllərin ardıcıllığını artıq qəbul etməkdəyik. Belə çıxır ki, Zelenski artıq şərtləri qəbul edib. Sadəcə olaraq bu ardıcıllıq məsələləri Rusiya tərəfindən razılaşdırılmalıdır. Və eyni zamanda edilmiş dəyişikliklərin özünün Rusiyaya təqdim edilməsinə ehtiyac var ki, Vitkov artıq bu sazişi götürərək Rusiya prezidenti Putinə təqdim etmək üçün sabah Moskvaya yola düşür. Biz ilkin olaraq qiymətləndirmədə nəyə qeyd edə bilərik? Rusiya-Ukrayna müharibəsindən bağlı artıq son sənəd demək olar ki, Avropa Birliyi, Avropa Birliyi, Birləşmiş Ştatlar və Ukrayna tərəfindən razılaşdırılıb. Zelenskinin bütün bəyanatlarına baxmayaraq çox güman ki, o gizli şəkildə bu şərtləri qəbul edir. Lakin Ukrayna xalqına bunu bəyan edə bilmir. Çünki müharibəni başlayan Zelenskidir və çox nikbin vədlər vermişdi Ukraynalılara. Amma sonda artıq Ukraynanın parçalanması faktı göz qabağındadır. Və buna görə də Zelenski artıq bu təslimçilik müqaviləsini qol çəkə bilməz. Bunu Ukraynanın bir üstünlüyü kimi qələmə verməlidir və yalnız bundan sonra imzalaya bilər. Artıq gördüyümüz kimi Zelenskinin yerinə namizədlərdə axtarılır və konkret məbləğlər və rəqəmlər də var ki, Zelenski bu rəqəmləri mənimsəməkdə və onun komandası bu rəqəmləri mənimsəməkdə ittiham olunur. Və Vitkovun da Moskvaya səfərində çox güman ki, razılaşma cədvəli müzakirə olunacaq.